Dənizkənarı Milli Parkda yeni il yarmarkasına xüsusi hazırlıq görülüb, buz meydançası yaradılıb, bu dəqiqələrdə isə yarmarkanın açılış mərasimi keçirilir. Bayrama hazırlıq prosesini Dənizkənarı Milli Parkda olan əməkdaşımız Nəzrin Müşfiq qızından almağa çalışacağıq. Salam Nəzrin, axşamınız xeyir. Bu il bulvar ərazisində hansı yeniliklər nəzərdə tutulub və maraqlı bir sual doğdu ki, yarmarka nə vaxtədək davam edəcək? Axşamınız xeyir olsun. Bu dəfə tamaşaçılarımızı paytaxtın tam mərkəzindən Bakı bulvarından salamlayırıq. Burada möhtəşəm ab-hava var. Baxmayaraq ki, yeni ilə hələ bir müddət var. Ab-hava möhtəşəmdir. Əslində burada mən yox, daha çox istəyərdim kadrlar danışsın. Operatorım Səfər Nəzirovdan xahiş edəcəm. Həmin o atmosferi, həmin o xoş ab-havanı sizə təqdim eləsin. Burada həqiqətən möhtəşəm ab-hava, əsil bayram atmosferi var. İşıqlar möhtəşəm, dekorasiyalar göz oxşayandır. Rənglərin uyğunluğu, musiqi sədaları və insanların bayram əhval-ruhiyyəsi ərazisini daha da canlandırır. Bu ilki yarmarka yeni və fərqli tərtibatda hazırlanıb. Burada yarmarkada quraşdırılan stendləri görürsünüz hazırda. Bundan əlavə qeyd edim ki, ərazidə bir qədər var, dekorativ elementlər və işıqlandırma. Bu da bulvarın daxilində sanki kiçik şəhərcik görüntüsünü yaradır. Yarmarkanın ən diqqət çəkən yeniliklərindən biri, qeyd edim ki, biraz irəlidə buz meydançası var. Orada deməli, ənənəvi yarmarkada, yəni daha çox orada yaşdan asılı olmayaraq uşaqlar, eyni zamanda yeniyetmələr də oradan istifadə edə bilərlər. Həmin istəyərdim ki, buz meydançasını sizə göstərək. Bundan əlavə qeyd edim ki, yarmarka 1 dekabrdan 5 yanvara qədər davam edəcək. Məkanı açıq səma altında konki sürmək istəyənlər üçün yeni və maraqlı bir imkan yaradır. Meydança beynəlxalq təhlükəsizlik və keyfiyyət standartlarına uyğun hazırlanıb. Hazırda özünüz də kadrlardan da görürsünüz. Ətrafında xeyli sayda insan toplanıb. Bu da onu göstərir ki, həqiqətən stenda maraq olduqca var. Təxminən 750 kvadrat metr genişliyində olan buz örtüyü sərbəst və rahat konki sürmək üçün şərait yaradır. Ümumiyyətlə sizə atmosferi təqdim eləməyə çalışdıq. Yeri gəlmişkən onu da qeyd edeyim ki, yarmarka bugündən açılsa da artıq demək olar ki, bir neçə saatdır ki biz buradayıq və müşahidələr aparırıq. Yarmarkada xeyli sayda insan var. Bu da həqiqətən yarmarkaya olan marağı göstərir. Odur ki, mən də fürsətdən istifadə eləyərək tamaşaçılarımızı eyni zamanda sizə tövsiyə eləyərdim ki, gəlib yarmarkada maraqlı vaxt keçirib, şəkillər çəkdirib, eyni zamanda ləziz təyamlardan dadasınız. Hələlik isə mənim sizə çatdıracaqlarım bundan ibarətdir. Buyurun, söz yenidən sizdədir. Çox sağ olun, təşəkkür edirik məlumat üçün.